mənim müdirəm olub xanım. Onlara danışmışam o haqqda. O xanımla getdim görüşdüm. Yəni mən ondan çox şey öyrənmişəm də. Yəni o 90-cı illərdən bu Azərbaycan bazarında ilk biznes qadınlarından olub da. Artıq 60 neçə yaşı var. O deyir ki, indi işçilərlə çox çətindir işləmək. Yəni artıq o deyir bu sözü ki, indi deyir cavanlar gəlir, elə bir şeylər tələb edirlər, elə haqqlar tələb edirlər. Amma mənə elə gəlir ki, belə bir tendensiya var da, haqqımı tələb edirəm və o 20-25 yaş aralığında olan nəsildə mən onu müşahidə edirəm. Onlar məncə qarışdırırlar. Yəni o haqq tələb eləməklə bəzən o sərhədləri aşmağı qarışdırırlar. Siz belə bir şeylərlə üzləşirsiniz? Yəni indiki işçilərdə də bu problemlərlə. Mənim üçün yaxşı rəhbərin ən gözəl bacarıqlarından biri fikrini bir işçiyə düzgün şəkildə çatdıra biləsən. Belə çatdırasan ki, o onu qəbul eləsin və sənə görə hərəkətə keçsin də, yəni işləsin.